Yaxın əyləşin, bəzi vətəndaşları sevindirəcək bir xəbərimiz var. Artıq Azərbaycanda məsafədən işləmək qanuniləşir. Yəni, elə sahələr var ki, orada işçi təkcə ofisdən deyil, evdən də görə bilər. Bəs ofisdən yoxsa evdən işləmək yaxşıdır? Bu suala həm vətəndaşların münasibətini öyrənmişik, həm də mütəxəssislərin. Azərbaycanda məsafədən iş modelinin tətbiqi ilə bağlı müzakirələr geniş vüsət alıb. Milli Məclisin Regional Məsələlər Komitəsinin dünən keçirilən iclasında bununla bağlı təklif səsləndirilib. Bildirilib ki, məsafədən iş modeli əmək bazarında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Cəmiyyət də təklifi rəğbətlə qarşılayır və bir çoxları bu yanaşmanın gündəlik həyatı rahatlaşdıracağını düşünür. İşin başında olanda məncə gözlə görərək eləyəndə daha məqsəd uyğun olar, amma yenə də asanlaşdırılmış qaydada uzaqdan da işlərini həll edə bilirsən. Bəzi sahələr var ki, onlayn daha məqsədə uyğundur. Evdə daha rahat olur, hansı ki gedib gəlməkdənsə, vaxtını aparmaqdansa, evdə daha asan da olar. Mütəxəssislər hesab edir ki, məsafədən iş modeli əmək bazarını daha da çevik formaya gətirəcək və həm işçi, həm də işə götürən üçün yeni imkanları yaradacaq. Hüquqşünas Sahib Məmmədov məsafədən iş modelinin tətbiqini məqsədə uyğun hesab edir. Elə iş yer var ki, o intellektual işdir, hansısa sənədlərin hazırlanmasıdır, kargüzarlıq işləridir, hansısa, məsələn, çox saylı, çox çeşitli işlər var ki, bunları işə gəlmədən yerinə yetirə bilir. Həmin işlər indi onun siyasətlə müəyyən oluna bilər. Siyasi müəyyən olunmasa da işə götürən özü müəyyən eləyə bilər ki, hansı onun işçiləri məsafədən bu işləri yerinə yetirə biləcək. Müxtəlif praktikalar var dünyada, amma mahiyyət eynidir. Şəxs işə gəlmədən işini yerinə yetirir və əmək haqqını alır. Həm də bu hibrid ola bilər. İşin bir hissəsini məsafədən yerinə yetirmək olar, bir hissəsini işə gəlməklə. Yəni, elə iş var ki, onun bir hissəsi tədqiqatdır, digər hissəsi artıq onun tətbiqidir. O ki, qaldı evdən işləməyin üstünlüklərinə, belə olanda vaxt və nəqliyyat problemi aradan qalxır. İşə gedib gəlmək üçün saatlarla vaxt itirmək lazım olmur. Millət vəkili Vüqar Bayramov deyir ki, bu maliyyə baxımından da sərfəldir. Şirkətlər üçün ofis xərcləri azalır, işçilər isə yol pulu və yemək kimi gündəlik xərclərdən qurtulurlar. Sahibkar üçün, xüsusən özəl sektorda sahibkarlar üçün məhz vəsaitə qənaət edilməsi baxımından vacibdir. Çünki bəzi hallarda işçinin işə gəlməsi və onun təbii ki, işçi olması müəyyən xərc tələb edir. Burada kommunal xərclər və digər ofis xərcləri və digər xərclər var. Və praktik olaraq distans rejimi sahibkar imkan verəcək ki, məhz həmin xərclərə qənaət etmiş olsun. Bu baxımdan təbii ki, sahibkarların xərclərinin minimlaşdırılması aspektindən vacibdir. Evdən işləməyin mənfi təsirlərinə gəldikdə isə biznes üçün data təhlükəsizliyinin təmin olunması üçün əlavə investisiyalara ehtiyac yarana bilər. Belə olan halda isə məsafədən işləyənlərə daha aşağı əmək haqqı təklif olunması ehtimalı var. Günəş Rızayeva, Diana Cəlali, İlkin Həsənov, Spice xəbər.